Arayik Harutunyan. Adını düz deməsəm də olar. Dvoreve Mekon, Vexzohal. Məşhur Fred var deməli burada Araz market tərəfdə olur. Hə, ancaq içiri yatır. 21 manat, 15 manat, 10 manat. Normaldır da. Mən çox belə şey danışamıram. Biz sən mən görsən inşallah hamı gəlib görər buranı. Əladır. Erməni də deyəsən. Normal tamam. İşte sen bunu çektiğini gördün. Təqribi olaraq 13 erməni ailəsi yaşayır. Uşaqlar, görüntülərdən də gördüyünüz kimi hal-hazırda Xankəndi şəhərindəyik. Bilmirəm, tam görsənir yoxsa yox. Hal-hazırda Xankəndi mərkəzi parkındayıq. Düzdür, biz bura jurnalist kimi gəlmişəm. Bilməyənlər üçün deyim ki, yəni jurnalist kimi də işləyirəm deyə. Burada Xankəndi ultramarafonunda iştirak eləmək üçün gəlmişik. Fərqli yollarla gəldik açığı. Bu ermənilərin Tatik Papik səhv eləmirəmsə, hətta başqa adla biz və bizim Dağlar adlı abidəsini görə bilmədik. Çox təəssüf, o həmin yolla gəlmədik. İstəyirdim ora haqqında da məlumat verim, sizə kadrlar göstərim. İndi internetdən nə qədər tapdım, hamısını bu vloqda yerləşdirməyə çalışacağam. Bugün Xankəndi şəhərindəyik. Çalışacağam ki, Xankəndi şəhərinin müxtəlif yerlərindən kadrlar vurum. Səhər saatlarıdır, hal-hazırda saat 9-a işləyib. Bazar günüdür. Hərəkət hələ ki tam şəkildə başlamayıb. İş gedir, amma hər yerdən bir səs gəlir. Buranı görmüşdüm internetdə. Bu deyəsən elə SSR dövründən qalan pianinodur. Burada məşhur həmin o hökumət binası. İndi burada təmir tikinti işləri gedir. Ultramarafonun finiş xətti də burada olacaq. Ona görə həmin əraziyə keçmək indi mümkün deyil təəssüf ki. Buradan tam bu hissədən, bu hökumət binasının qarşısından, hansı ki burada Arayik Harutunyan adını düz deməsəm də olar. O burada otururdu. 2-ci Qarabağ müharibəsi dövründə ultimatum verirdi. Hansı ki indi Bakıdadır, həbsxanadadır, öz cəzasını çəkir. Elə ömürlük də cəzasını almış olacaq. Bir dənə o məlumatı vermək istəyərdim Qarabağ haqqında, elə tam bu yerdən. Daha doğrusu Xankəndi şəhəri haqqından. 270 yaşı var bu şəhərin. 1813-cü ildə rəsmi olaraq, belə deyək də, rayon, Xankəndi rayonu kimi formalaşmağa başlayıb. Amma ondan daha əvvəl 18-ci əsrin sonlarında, təqribən 1780-1790-cı illərdə burada xanın, daha çox xan, bəy ailəsinin nümayəndələri üçün burada, belə deyək də, yerlər quraşdırılıb. Hansı ki, məhz burada xanın ailəsi gəlib yaşaya bilərdi, istirahət eləyə bilərdi və ona görə də bu yerin adı sonradan Xankəndi olaraq qalıb. 1828-ci il Gülüstan sülh müqaviləsindən sonra isə İrandan artıq bura ermənilər köçürülməyə başlayıb. Yəni qeyd etdiyim kimi 1813-cü illərdə, 28-ci illə qədərki dövrdə burada bir dənə də olsun erməni olmayıb. Hansı ki, sonradan iddia edirdilər ki, bura məhz Ermənistandır, Ermənistan ərazisidir, amma belə bir şey yoxdur təbii ki. Əsas ermənilərin köçü isə Azərbaycan Xalq Cəbhəsinin süqutundan 1920-ci ildən sonra başlayıb. Bolşeviklər öz babalarının, atalarının yolunu getməyə başlayıblar, çalışıblar. Onlar burada olan belə deyək, ixtişaşları, üsyanları yatırtmaq üçün bura çoxlu ermənilər gətiriblər. Hansı ki, ermənilər həmişə bilirik ki, rusların tərəfində olub. Tarixə nəzər salanda bu həmişə belə olub. Ona görə də burada 1920-ci ildən başlayaraq ermənilərin sayı çoxalıb. Hətta 1923-cü ildə çox təəssüf ki, şəhərin adı Xankəndidən dəyişdirilərək Stepanakert olub. Çox başınızı ağrıtmayım, tarixi məlumatlar yenə verəcəm. Bir dənə qısa olaraq onu deyim ki, rəsmi statistikaya görə 1988-ci ildən burada ermənilərin sayı
Azərbaycanlıların sayını qat-qat ötməyə başlayıb. Hətta 2020-ci ildə rəsmi statistikaya görə, yəni internetdə yazılan məlumatlardan belə oxumuşam. Burada 59.800 erməni yaşayırmış. Hal-hazırda isə cəmi indi az öncə burada yaşayan tələbələrdən də soruşdum, şəhər sakinlərindən soruşdum. Düzdür, çox dəqiq məlumat yoxdur, amma burada təqribi olaraq 13 erməni ailəsi yaşayır. İndi kimsə qabağıma çıxsa, məşhur Fred var burada. Digər vloqlarda bəlkə görərsiniz, ağsaqqal kişidir, yəni belə açıq da taxır. Qəribə vidi var, əyilərək gəzir. Bəlkə ona görə bildim dedilər. Şimdi görəcəyik, hər hansı bir ermənini görsəm, çalışacağam onunla danışım. Videolar daha keyfiyyətli olsun deyə mənə dəstək olmaq istəsəz, Coffee Al web saytından bir ədəd kofe ala bilərsiniz və ya açıqlama qismindəki linkə daxil olaraq həmin sayta keçid edə bilərsiniz. Dostlar, indi düşürük deməli Xankəndi şəhər stadionuna. Az öncə məlumat vermişdim. 2023-cü ilin sonlarında inşası başlamışdı. Daha doğrusu bərpa təmir işləri başlamışdı. Ötən ilin əvvəllərində yekunlaşdı və burada ötən il Azərbaycan Kubokunun oyunu da keçirildi. İndi də təmir işləri gedir. Maksimum şəkildə yaxınlaşıb son vəziyyətini sizə göstərməyə çalışacağıq. Xankəndi şəhər stadionunun son vəziyyəti belədir. Təmir işləri gedir. Burada yeyib içmək olub deyəsən. Adi suymuş, günahlarına girdim. Uşaqlar, burada bir nəfər tapmışam. O da jurnalisti, bizlə bir yerdə gəlib. Böyük ehtimalla hamınız tanıyırsınız. Rauf Şirinov. Salamlayıram hər kəsi, salamlayıram. Görüm, çox adam bilir ki, sən Mingəçevirlisən. Vloglarında da deyirsən. Aha. Qarabağ yoxsa Mingəçevir? Hə, dostlar, bizimdir. Xala çox qəşəng. Qəşəng. Əlbəttə hər ikisi bizimdir. Hər ikisi Azərbaycan torpağıdır. Bəli. Seçim eləmək olmaz. Bir dənə hissləri də deyin son olaraq. Yəni Burada olmaq da orada da çox möhtəşəm hisslərdir. Nə yaxşı ki biz buradayıq. İnşallah hamı gəlib, hamı. Mən çox belə şey danışamıram. Biz yemək görsən, inşallah hamı gəlib görər buranı. Əladır. Xankəndidə hava biraz dəyişkəndir. Səhər saatlarında dəhşətli dərəcədə isti var idi. Gün adamı yandırırdı konkret. İndi hava biraz dəyişib, saat hardasa 2-nin yarısıdır. Ehtimallara görə də axşama yağış yağacaq. Yəni burada gün ərzində hava tez-tez dəyişir. Maksimum dərəcədə məhəllələrə, evlərə girməyə çalışacağıq. Düzdür, söz vermirəm çünki bu gün burada yarış olduğuna görə ciddi şəkildə nəzarət var. Amma indi jurnalistlərlə bir yerdə Erməni kilsəsinə gedirik. Buranın məşhur simvolizə yerlərindən biridir. Kilsə də budur. İzləyicilər, qarşımızdakı məkan məhz Erməni kilsəsidir. Tarix haqqında dərin məlumatım yoxdur. Amma böyük ehtimalla Azərbaycanlıların burada yaşadığı dövrdən tikilməyə başlayıb. ChatGPT-dən soruşaraq görək nə deyir bu barədə. Uşaqlar, bu da həmin kilsə, Erməni kilsəsi. ChatGPT deməli deyir ki, bura müqəddəs Qriqor Lusaroviç kilsəsidir. Tikili klassik erməni memarlığına uyğun tünd qırmızı inşa olunub və zəng qülləsi ilə məşhurdur. Onu bunun zəng qülləsi. Deyə içindədir. Görək buranın qapısı açılır. Nəsə vurublar deyəsən qapıya. Qapısı qıfıllıdır. Bura 2019'da sevgilileri ne var? İçərdən. 2019'da vardı. Bu son illərdə tikdikləridir. Yoxsa restavrasiyalar yəqin. Burada bu kilsənin əldamı. Burada yenə bulaq var. Ümumiyyətlə şəhərin istənilən nöqtəsində, yəni istənilən demək daha doğrusu çox nöqtəsində bulaqlar da qurublar.
və dostumuzun da dediyi kimi, erməni üslubunun əsas xarakteristikası qırmızı rəngdə olmasıdır. Salam əleyk. Elə belə. Uşaqlar kilsəni çox da çəkməyə icazə vermədilər. İstəyirəm buranı göstərim, bilmirəm kadrda görünür yoxsa yox. Manqallar hədsiz çoxdur. Yəqin ki, internetdən dolan məlumatlardan görərsiniz. Kabab sevən millət olublar. Eyvanlardan manqallar çıxarıb hazır versiyada kabab çəkib yeyiblər. Belə bisetkalarda zətdə daha çox o şeylərdən istifadə ediblər. Kabab çəkmək üçün manqallardan istifadə ediblər. Salam əleyk. Buralarda nəsə yoxdur bir təhlükəzə? Hə? Bu nədir? Bura ha, qəşəng. Erməni dağı deyəsən. Erməni dağı. Başda sən bizəkili gördün. Hə. Dedi ki, qaz deyilsin. Erməni olsun, Azərbaycanlı olsun. Sıra bir dənə sözlər var hansın. Mən o ki, vətəndaşı o. Biz dəyinlə mən çox sevdim. Nə deyir şu arada? Baş vaxt bizi tapacaq. Buradan gələndə görəcəkdim. Hamı çox qəribə baxır, video çəkildiyinə görə. Oyda mənzərə həqiqi zor deyə buradan. Bu görəsən nədir? Restoran çox edir. Əvvəl nə olub görəsən? O bizim maraqlı sualdır. Ulus Hotel Restoran. Murad doğrudan bax mən sənə deyim. Mən düz deyim. Müharibə iştirakçısıyam, nə bilim. Kosmopolit elə saxlamışam kadrısı. Kosmopolit insanam da mən hardasa. Amma bura gəlirsən belə Şuşaya getmişəm məsəl üçün də. Adam biraz belə şey olur. Nə bilim ya, ayrı bir hiss olur. Ağır ağrısı. Şuşanın bir də xankəndi. Amma mən ən çox o ağır Xocalıdır. Xocalıda olmamışam. Oradan keçəndə Adizə. İstər-istəməz adamın qəribə hisslər gəlir də. Bilirsən ki, burada nələr yaşanır, nələr olur. Orada məsələn qarqarçanın yanından keçəndə meşəliyi görürsən. Yadva uşaq olanda oxuduğun hekayələr gəlir, əsərlər gəlir. Nə bilim, ayrı bir his qatır adama. Adam bir təhər olur. Xankəndinin özünün tam ayrı bir aurası var. Bilirsən çox fərqlidir, çox fərqli. Burada ermənilər yaşayır. Burada işləyiblər, Ancaq ermənilər yaşayıblar. Burada həyat olub da belə əməlli başlı erməni həyatı. 59800 son rəqəm elə idi də dövlət statistika komitəsi açıqlamışdı. İndi də onu sayılır. Hə, indi 13 ailə. Onlar da qocalardır. Əksəriyyəti yaşlılar. Ağsaqqal bir şeylərdir. Onlar da ölüb gedəcəklər, silinəcəklər. Gördüklərimiz oldu ermənilər, amma hamısı yaşlı insanlar qədər. Nə gənc, nə orta yaşlı heç kimi görmədim. Ermənilər deyəsən bu qadın idi, bu arvad deyə. O məşhur Fred. Məşhur Fred var deməli burada Araz market tərəfdə olur. Hə, ancaq içiri yatır. heç bir şey yox başqa. İndi yenə o tərəfə gedirik. Bəlkə yenə gördük. Düzdür, YouTube-da əksər vloqlarda ondan nəsə soruşurlar, Azərbaycanca cavab verir. Bizim dildə yaxşı bilir. İndi biz də görsək nəsə soruşacağıq. Oy da buranın içərisini göstəreyim. Bir təhlükəlidir deyə çox girmək istəmirəm. Belə bir apteçka olub bura, aptek olub. Apteçkanı girmək olmaz. O yazıblar ora girmək olmaz, görsən? Hə, binalara bura buraxmır. Təhlükəlidir yəqin ki. Yaşayanlar var görəsən, hə? Paltarca da asıblar, yəqin yaşayırlar. Nədir o? Qazaq. Qazaq çınar dibi, hə. Ora bir benzin açdılar belə həyata. Hər şeylərin dağıdıb gediblər. Bunlara.
O maşın yəqin bizimkilərindir. Qoymazlar maşınlarda. Erməni belə olmuşlar. Azərbaycan seviyesi, Azərbaycanın. Bir düşünüblər ki, biri Burak yazır. O bura vapşı pis günə qalıb ya. Ana bax. Yaşayanlar var ha, səs deyir, buradan tüstü çıxır. Ha, bura əməlli var. Ha, yaşayanlar var. Hara geysən? Deyirə bu ora çıxır. Sən bu məhləyə Hə. gəl. O məhlə. Ay sağ. Çox mənə maraqlı gəlmişdi. Qəribə görünürdü bura bu zibillər zə. Bura kursda olub ha deyəsən. Kuşlar da bura əməlli başına qoyurlar. Buna var da, şəhər əməlli başına. Fox brendi mənə tanış ya, Resko. Sən bilmirsən? Mənə də belə yad gəldi. Fox, açki. Açki idi də, hə, eynək. Sən dedin, Fox da olmalıdır. Kamera şeylə oxşuyur. O da ola bilər, hə, belə. Bir də şey olmalı. Burada bir də şey olmalıdır, bunların televiziyası. Qondarma rejimin əsas televiziyası bu şəhərdə olub. Onu da görsəy zor olar. Hə, binası da buradadır. İnternetdən oxumuşdum. Hə, bu dəqiqə boşaldıblar, heç nə yoxdur. Mən əzindən görmək olardı da. Divan. Uzanıb yatırsan da, yol keçəndə. Yəni nədə o? Elə bir nişan görmüsən sən? Yox, bro, bu qəribə bir şeydir. Burada bu nədir? Yalnız divandır ha, bu. Ayaqları Bunu var. göstərək. Bilənlər varsa Mina yaxşı. rəylərə yazsın, mina. Mina yaxşı. Yəni çünki altları birinci eldim ayaq kimidir. Sonra gördüm şeydir, şurada. Hə, nə, buralarda mina təhlükəsi ola bilər, onu deyir. Yoxsa nə, piyada keçidin altında nəsə olsun, nə? Təhlükə olsaydı, mina üstünə kres qoyardılar. Hə də. Qoymayıblarsa məncə minadan təmizlənib. Hə, rahat ola gəzə bilər. bilərsən Ola bilər, mənasında. hə. Dadlı təyyamlar. Burada da qız qalasını gördümsə belə rahat yaşaya bilərəm. Amma ben qız qalasını Hə. Bro, Buradan nəsə xatirə bir şey almaq istəyirəm özümə. Nə tam almaq olar? mola girər ya. Mola girib baxarıq. Ha, molda var. Orada nəsə olacaq olsun. Qardaşıma nəsə almaq istəyirəm. Öyle başlı paltar tuşağımızı var. Mən bir də qiymətlər maraqlıdır. Deyirlər ki, şəhərin Paltarlara bax, qiymətləri yazılır orada. o uyğundur ki, bro. 21 manat, 15 manat, 15 10 manat. Da normaldır da. Normal. Yemələrdə deyəsən deyirlər ki, çox ciddi fərq var. Kapital Bank da var burada. Xankəndi filialı, hə. Ehtiyatlı ol, Aysko. Qədim Xankəndi restoran, banket zalı. Şəhər qaynayır ha. Ola bilsin bu yarışa görədir, həm də bazar günüdür. Tələbələr zət dərsdə deyirlər. Bu vaxtda bitər dərs. Saat 2-dir. Bu binada köhnə bina. Ha. Gələndə maşınla gələndə bir dənə heykəl gördük. Sən gördün bilmirəm məsələn. Hansı şey? Nə bu qəribə bir dənə heykəl bilmirəm kimdir. Bunların bütün heykəlləri qəribədir belə. Mən bayaqdan əl heykəli yadındadır belə. Hə. Ortasında Üzüyü ilə üzü zəb. idi, üzüyü. Üzü idi. Böyle başlı farklı. Bəzi yerlər hələ yollar zət təmir olunmuyor. Çıxarmırlar bu məhliyə. Yazıqlar gəlmirlər bu məhliyə. Burada zordur ya. Bu Xankəndin ən bomba yolu. Bura Seyidin dönəri. Buranın qiymətini deyirlər də bahadır. Hə? Mırta soruşaq gələk. Bakıda məşhur olan Seyidin dönəri Xankəndidən neçədir? Qabyan tələb eləyirlər. Bana ne istiyor? Yorulmayasınız da.
Çəkiliş eləmək olar, bir problem yoxdur. Dönər neçəyə verirsiniz? Qiymətlər maraqlı idi. Hər ikisi. Amma mən sizə deyəsən görmüşdüm. Pələngin vlogu idi, nə idi? Orada siz idiniz. Hə. Qiymət dəyişmir bu yandan bir yana, 7 ay keçib. Hə. Burada yaşayırsınız? Hə. Vəziyyət nətərdir burada? Yaxşıdır hər şey. Alıb eləyən var dönəri? Tək yaxşı olsun. Nəsə demək istəyirsən YouTube kanalımıza? Yox? Çox sağ olun. Öz adımdır Ceyhun Məmmədov. YouTube'dadır. Hə, inşallah. Çox sağ olun. Yorulmayasınız, uğur olsun. Ha, vallahi yenə qədər elə bizim elimizdə. Bu uşaqlarına ermən olmalı. Şoxuşa maşınlar da var, mənim. Gəl. Şəkiz adı səsən denən hardasan, yaxşı? Bu da o Xan Yurdu. Bu ilk açılan restorandır ya burada. Oradan biləm. Ən birinci bu açılıb burada. Xan Yurdu, dönər də var, qazan yeməkləri də var. Cənnət İşçi restoranından hamınızı salamlayırıq. Cənnət İşçi restoranı Xankəndidə açılmış ilk restoranlardandır. Burada həm yeməklərinə görə, həm qiymətlərinə görə, həm servisə görə tamam fərqlənir. Bura yol düşən qonaqlarımızı dəvət edirik inşallah. Əziz izləyicilər, beləcə Xankəndi vloqunun sonuna gəlirik. Vaxt limitli, qısıtlı olduğu üçün çox yerə gedə bilmədim təəssüf ki, ağlımda Xankəndin molu gəzmək var idi, Qarabağ Universitetinin yanına getmək var idi, tələbələrlə ünsiyyət qurmaq var idi, amma vaxt limiti olduğu üçün və biz bura müəyyən qurumun tərkibində gəldiyimiz üçün bunları eləmək müəyyən qədər çətin oldu. Qarşıda daha yaxşı, daha möhtəşəm işlər gələcək. Çalışdığım qədər xarici ölkələrdən olsun, Azərbaycanın belə gözəl güşələrindən olsun, vloqlar çəkib, videolar çəkib, həm TikTok, həm Instagram, həm də YouTube kanalımda paylaşmağa çalışıram. Dəstəyinizi əsirgəməyin, yenə deyirəm. Növbəti vloqlarda görüşərik.